Salam değerli kanal izləyicilərim. Sizə Masazırda Yeni Bakı Yaşayış Kompleksində 7 mərtəbəli binanın 4-cü mərtəbəsində sahəsi 60 kvadrat metr olan 3 otağa düzəldilmiş bir mənzili təqdim edəcəm. Çəkilişə mənzilin qonaq otağından başladıq. Mənzil 3 otağa bölünüb, 2 yataq otağı, mətbəx, qonaq otağı, sanitar qoşağından ibarətdir. Mənzilin dəhliz hissəsindəyik. Dəhliz hissəsi isti polla təchiz olunub. Çöl qapısı, seyf qapıdır, dəyişdirilib. Girişdə belə bir qardırob var və mənzilimizin sanitar qoşağıdır. Qaz, işıq, su daimidir. Əlavə olaraq mənzil sahibi kəndə qoyub su kəni qəza hallarında istifadə etmək üçün. Bura mənzilimizin yataq otağıdır. Döşəmə bambuk parketdir. Yataq otağından da eyvana çıxır. Kombi eyvandadır. Bura bizim yataq otağımız. Keçid alırıq dəhlizə. Dəhlizdə də belə bir mətbəx yığılıb. Müştəri istəsə bu hissəni cam şüşənlə, siyirmə şüşənlə, şüşə qapıyla bağlaya bilər. Dəyərli izləyicilər, havalandırması çox yüksək səviyyələr olunub. İndi inşallah ki, kim qismət olsa, baxmış olsa bu mənzilə görəcək. Havalandırma sistemi gördüyünüz o yaçeykalar havalandırma sistemidir. Bu turbada havalandırma sistemidir. Xüsusi güclü motorlar sayəsində yemək bişiriləndə evdə iyi olmur. Bura çəkilişə başladığımız yenə qonaq otağıdır. Bütün otaqlara pəncərə düşür. Yataq otaqlarına da, qonaq otağına da. Burada da kiçik bir uşaq otağı. Bu mebel gördüyünüz hissə dəyərli izləyicilər, həmin o havalandırma sisteminin turbalarıdır. O mebelin içindən gedir. Mənzilin çıxarışı var, ipotekaya yararlıdır. Ətraflı məlumatı telefon vasitəsilə əldə edə bilərsiniz.